uşaqlar. Öz rahat ol, nə görə? Bunda 30'dan aşağı alsam qələbə deyil. 30'dan aşağı alsam bir relakslıq batacaq mı? Aura düşdü. Burada uğurlar. Eğer imtihanınızı vermişsiniz. Bize de uğurlar. Qutarandan sonra atacağım axı. Biz qutarmamış atan deyiləm. Cəmaət əgər İraq olsun 25%-ə qalıb sonra oxurur gibi. 25% qalanlar uğurlar. Onlar qalır. O şey var ya, Allah qapı, bağlı qapıları salsın. Bəli uşaqlar, mən Orxan deyirəm ki, Orxan qorxuram. Orxan da deyir ki, qorxma, oxumusan, qorxma. Qorxma. Görsənir? Nə? Hı? Bəli uşaqlar, gelirik 5-ci mərtəbəyə. Atacağım oradan. Əhəd hacısan? 100%. Emin sən? 100% deyil. Aynur? Uşaqlar, Aynur bu semestr zərbəçidir. Əminik. Zaten 100% atıyor. Əhəd kəsilməyəsən. Hər dəfə gözlərini sor. Dəvan. Nətər oxumusan? Kəsilməyəsən? Hazır. Yox, eləməm istəyirəm. Elə demə. Keçəcək. Kamran. How are you? Hasan. Kəsilməyəsən? Qəşəng. Çıxışını çəkmədim. Çünki istədiyim kimi yazmadım. Elə ki yazdım suallar. Cavablar həmin sualın deyil. Cavabların həmin sualın deyil. Yəni ki, əlimdə 2 sualım da var. 17 versə şükür. İkinci imtihandan herkese salamlar. Tipim şu an çok gülməli görsənir məncə. Haydi cılıram. Siz hansı kim oxşuram? Nənələr var ya. Loy. Ne kadar komik. Ay Allah. Xəstəyəm özdə biraz. Ona göre sesim falan biraz pis. İmtihanımız yazılış fahdi. Adyak imtihanıdır. Gidək görək nə olacaq. Bəli uşaqlar, biz də Aynur. Ayala satıb baxın əlinə. Kulağımı yerinə açıb. Aynur dəfkimi öyrənib, ağalacaq. Ölürəm yolumdan. Yəni mənə A yazmayan müəllim utansın, nə deyə bilərəm? Qoyamayacam, bax buranı. Amma müəllimin adını deyə bilir. Hamısı utansınlar, müəllimin adını deyə bilir. Sansın. Aynur bir adı vermədik daha. Gəlin vlogda ad çəkəcəm onlara. Semestr qısardı, ona görə. Davam edicilər deməyim, qutarlar. Davam edicilər. Azərbaycan qutarlar. Azərbaycanın adını açıqlayacaq. Bundan sonra nə idi? Ay o, nə deyirlər? Emil çox sinirlər çəkir, Emillə çəkir. Emil əl salla kameralarımıza. Əl salla. Belə uşaqlar, ağlar. 3 saat yuxu yapıyorum. Mən də 2. 1 saat yapmışam, danışmıyorum. 1, 2, 3. Hangi bu tərcümə? Mən oxudum. Uca saat 1 idi. Dedim, yox idi. Yatıram. İstəmir. Bəli uşaqlar, imtihan çıxmışam. Aynur da aldı, mən də aldım. Aynur 96 ilə, mən də 95-lə. Salam uşaqlar. Saçıma başıma fikir verməyin. 3-cü imtahanımızı verdik fizikanı. 47 ilə 45 ilə girirdim. 26 plus hər bar razıyam. Bu dəfə imtahanımız günortaydı.
Test seçənməmişəm, çünki o qədər yorğun idim. O qədər yorğun idim. 4 sualı əzbər yazmışam. Bir sualı küləkləmişəm. Bir sualında da ancaq demək olar ki, ancaq düstur var. Amma məncə 26 plus verər. İmtahanların da arasında 2 gün olduğuna görə hazırlaşmaq bir ayrı dərddir. Onu çatdırmaq ayrı dərddir. Təkrar edə bilmirsən, o ayrı dərddir. Yoldan oxuymaq məcburiyyətsən, o ayrı dərddir. İndi də məsələn birinci gün materialın imtahanımız var 19-da. İndi gedirəm 1 saat yaxın durum. Materialın önce 1 sualını əzbərə öyrənməliyəm. 1 sual deyəndə ki, yəni o eləyir 8 sual. 8 sual tam əzbər deməliyəm ki, mən sabahları 2-3, bir gün 4-5, bir gün də zaten imtahandır. Orada da səhər durub imtahan üçün təkrar eləməliyəm. Yəni o qədər bərbaddır. Seysi gözümə yaş. Belə. Bu hissədə səsimin niyə gəlmədiyini bilmirəm. Deyirəm ki, 4-cü imtahana gedirik. Hələlik deyirəm burada da. Adamı yatmışdıqda daha çox stres basır. Normal oxumuşam da. Çaresizim, çaresiz. Bir gün gelir aşk biter, insafsızca. Gəldi uşaqlar otağa. Pav dermatoloji deyirəm də, deyirəm da. Çəkəm uçanı. Bəli, Musa bizim yeriyən 50 balımızdır. Pedek deyə bilərik. 50 bal. Sağ ol. Musa, nə demək istəyirsən? Mən demək istəyirəm ki, məlumat bazılarından artıq. Ümid edirəm bu videoya baxanda zəyalatçıyam, hə? Allah qoysa, Allah qoysa. Azaldılmış balların içərisindən ondan sonra... İnşallah. Nasıl olmuşum bacım? Bir yorumlarda yazın! Bəli, uşaqlar, tam gözləyir ki, imtahan başlasın. Niyəsə bu imtahanın yaxşı keçəcəyiymiş kimi içində bir his var. 2-də dəfə oxumuşam. Yəni ki, 40 sualdır, 40 sualdır, 40 sualdır oxumuşam. Həm azbizdən də oxumuşam, həm İngiliz də oxumuşam. Belə 2. Belə, inşallah yaxşı olar. Bura balımı yazaram. Ya bura yazacaq, ya bundan sonraki kadrdayız. Bax, şərət söylüyor. Mənə çəkməmədə bu şey. Necəyəm? Yaxşı. Geçəysin. Əhməzənin saçına toxumurum belə. Əhməzənin saçına toxumurum. Aynur Əhməzəni stoklayır və bilir ki, saçını çoxdan örmüşdü. Çoxdan yığılır. 3 dənə alloy var idi, 2 dənə nə idi o? Ancaq inç eləyə alır. Alloy düşmüşdü. Alloy bir dənə düşmədi. 2 dənə alloy, 3 dənə həyat Hitritmen məndə də var idi. Prosta hitritmen məndə başqa növü idi. 5-də düşmüşdü. 7 al. Nəzmi çevirib eyni şeylər. Mən də eyni şeylər yazmışam. Mən istəmirəm, eyni şeylər. Fərqli istəmirəm. İnşallah bu arada imtahana çıxdı. Bir də külək əsir adlısı da. Təsəvvür ediyorum mən. İnşallah yaxşı verir. Ben salmış təşəkkür 22 plus almışam inşallah. Bunu bu videom qutaranda edib deyəndə inşallah zərbət çəkimi edib deyirəm. İnşallah. Ay Allah, sən qurban ol. Salam. Neçənci imtahanda ay Allah. Uca sayını itirmişəm. 5-ci imtahan. 5-ci imtahandan hər kəsə salamlar. Bura qədər gəlmisinizsə, siz də mənlə bərabər stres keçirdiyinizi düşünürəm. Bəli, cavablarımız çıxdı. Material science-dən B, fizikadan A almışam. O demişdim, 4 sual tam yazmışam, 1 sual şübhəli A almışam. 10-a getdi. Neyse, bugün qatarına gedəcəm o görə. Hə,
Necəyəm? Mənim hər imtahana gedəndə bəzən mənim şakamı. Nəysə, belə. Hələ ki B, A, B gedir. İnşallah bu imtahan ya B ya A olar. Ortalamama görə. Düzdür. 22 plus haqq okeyəm. Amma ki, yəni B ya A üçün yəni yaxşı olardı. Çox oxumamışam riyaziyyatda deyə. Belə. Nə qəşəng görsənsən? Hə. Ay, nə qəşəng görsənsən? Seçilsin. Əl uşaqlar, yol boyu Aynur dərs edib, mən də baxmışam. Çarəsizcə baxmışam sadəcə. Heç nə, gəlir imtihana, 6-cı mərtəbədəyik. Ancaq çıxacaq belə. Niyə deyir alsan gəlir o bir Hə, deyirəm də, mən heç nə oxumamışam. Aynur oxuyur. Amma sevəmirəm. Canım. Niyə elə deyirsən mənim universitetimə? Çox sevirəm. Nə şey düşürsən az? Hə. Aynur, üzümə nə vurmusan? Sən par. Siz almışsınız. Böyle onun davamı var idi. Əzgür. Ya mən deyirəm ki, yəni şey. Altdan çək. Benim bana bak. Usta hazırsan? Mən hazıram, mən 100%. Dəfkim. Kənan hazırsan? Nadir hazırsan? İdris, hazırsan? Hə? Hazırsan? Yox, yaxşı görək. Uşaqlar, İdris 41-lə çıxacaq da yəni burada. 50 ilə çıxacaq. Sen mi yapacaksın, sen mi edeceksin falan dediler. Vallahi ben yaptım. Babalar sözünü tutar. Hasımlar lafını yutar. Bizimle oynamak onlar. Bir anda gelir ve bozar. Babalar sözünü tutar. Zülfikar, yaxşısan? Uşaqlar, şu an hamı oturdu. İmtahan başlamaq gözür. Pərəmişəm. Bəli uşaqlar, imtahanımız qutardı. 50'lərdən 2-dən 50. Bəli. Biz birlikdə işin. Mən 99-dan çıxdım, Musa 100-lə çıxdı. Mən 100 dənəm. Mən bilişim 50. Bu uşaq, demək olar ki, hər şey 100-dən çıxırıyorsunuz. İnşallah 4 ilin axırına qədər belə davam edər. Sağ olun uşaqlar. Bay bay. Salam. Vlogun son günü. Yəni son imtahanımız. Elektrik mühəndisliyi. Oy. Deyəcəm sözlərim açıq deyil, şuraya tərbirdəsə. Bəli uşaqlar, son imtahanımızdır. İnşallah yaxşı olar. 47 ilə girirəm. Ən azı ölüsü 24 ehtiyacım var. Ona adırsa, mən qaçmalıyam. Ona adı. Hə, ona adı. Qaçdım. Emil, son imtahana hazırsan? Hazırım. Musa, sen hazırsan? Mən hazıram. Mən Musa həmişə hazırdır. Uşaqlar, ay Məhəmmədə. Hazırsınız imtahana? Əhəd, hazırsan? Bəli dostlar, bir imtahan sessiyamızın da sonuna çatdıq. Birinci semestr yenə bitti. Birinci semestr yenə bitti. Bu vlogda çox görsənməsən də yenə də arxa planda var. Ayın çək. Çəkməmişəm, düz deyirəm. Baxarsınız, bax buradan əvvəldə mən düşmüşəm ya yox. Bir dəfə yaşayın. Heç nə. Bütün tələbələri uğurlar, gedin gətirib dincəlin, kəf eləyin. Gələn semestr... Sadəcə bu kəsilmədi bu semestr. Şəkildəkilərə salam olsun. Axırda dekan Ay əmi, bu kəsilməyib, yaxşıdır. Maman deyir kəsimsən. Yox, oran kəsmir. Sadəcə adiyyatdan bir daha bitirdik. Müəllim 20 balını, 20 balını sıfır. Yox, kəs. Bura kəsmir. Kəs. Kaç ne kesersin? Yox, evdəkilər aldatmaq olmaz. Evdəkilər aldatmaq olmaz. Prosta baxan deyilər. Balon kalar. Zövqə nətər verdin? Bura kesin. Buraları yoktu. Bəli dostlar. Hər birinizə uğurlar. Sağ olun, salamat qalın. Öpürəm sizi çoxlu-çoxlu. Özünüzdən müğayət olun.